İndi danışacağım mövzu XML HTTP requestdir. Adından da görsəndiyi kimi nə görsənir? Request atmaq üçün istifadə olunur. Fetch və Axios'dan tanış olmusunuz, düzdürmü? Axios'la yox, daha çox Fetch'dən tanış olmusunuz. Fetch'dən sonra Axios bilməm indi görmüsünüz. Axios tamam, o daha yeni texnologiyadır, Fetch'dən sonra çıxıb. Fetch'dən qabaq yaxşı. Fetch özünüz bilirsiniz ki, promise based işləyir. Yəni Fetch'in özü promise qaytarır sizə, düzdürmü? Promise də callback-dən sonra çıxıb. Yəni əvvəl asinxron məntiqi necə edirdilər? Callback-nə yazırlar. Bəli, callback-nə artıq həmin asinxron əməliyyatları handle edirlər, düzdürmü? Asinxron kod yazmırıq da uşaqlar, bilirsiniz də. JavaScript-də asinxron deyilən bir şey yoxdur. Kimsə desə, ay sağ ol. Yaxşı, bəs Fetch'in əvvəl, Fetch promise-lə işləyirsə və əvvəl də promise-dən də əvvəl callback-la bunu handle edirlərsə, request-i ilə atırlar. Bəli, XML request burada onların köməyinə çatırdı. Nə edirik? XML request uşaqlar bir constructor function keçmişdik, düzdürmü? Həmən constructor function kimi bir dənə ondan bir nüsxə alırıq. XL deyək. New XML HTTP request. Okay. Bu nədir? Keçmişik də. Nədir bu? Constructor function, düzdürmü? Yəni instance aldıq bundan. Bundan instance aldıqsa, həmən dərsdə yox idi ona görə. Artıq bizə bir nə qaytarmış olur? Bir obyekt qaytarmış olur, düzdürmü? Fetch'də siz request'i necə atırdınız? Metodu yazırdınız, endpoint'i yazırdınız, linki yazırdınız, Loro dilinə desək və headers chat'in göndərmişsiniz və argument kimi headers falan belə bir şeylər yazıb göndərirdiniz. Tamam? Və daha sonra sizə nə qaytardı? Promise qaytardı, promise'in içində artıq JSON-a parse edib oradan da handle edirdiniz. Burada nə baş verir? XLL open eləyirəm. Birinci open'da mən buna deyirəm ki, sənin API-ın hansıdır? Yəni linkin hansıdır? Sənin metodun hansıdır? Və sən asinxronsanmı? Fetch öz asinxron base işləyir, düzdürmü? Yəni Fetch'ə bir dənə nə yazırdınız nəsə? Fetch, bura something yazırdınız nəsə? Something. Sonra nə edirdiniz? Bura bir dənə obyektiniz olurdu. Headers yazırdınız. Burada da falan şey yazırdınız, düzdürmü? Və nə? Title da olur, headers da olur, application JSON da olur. Metodu da burada qeyd edirdiniz, düzdürmü? Post məsələn. Bu hər şey getdi, handle elədi. Amma XL-də birinci open mənə həmən bu obyekt open metodu verir. Property open olan bir metod var. Birinci mən bura birinci argument kimi göndərirəm ki, sən getsən, postsan, putsan, deletsən, raf nədir postla putun fərqi? Kimin yanındadır? De. Biri ümumi obyekti dəyişir, biri hər hansı bir... Ya post create eləyir, put update eləyir. Yox, dediyi fərqi şeydir. Ha, postla bəs putun fərqi nədir? Postla putun. Ha. Post əlavə edirsən, put update edirsən. Tamam o. Belə. Ha. Görsən? Belə deyirlər. Demək İstəyir. Okay. Bizim belə bir API-miz var. Sağ olsun Copilot bizə kömək elədi. Hamı izah alır aşağı bir şey deyil. Və üçüncü argument kimi artıq bunun asinxron olub olmamasını göndərirəm. Üçüncü argumentdə, yəni mən buna true göndərəndə bu başa düşür ki, mən asinxron olaraq işləməliyəm. Okay? Sonra gəlirik XL-in on error state-i var. Fetch'də bunu necə handle edirsiniz? Catch-dən. Yaxud Zen-in ikinci argumentini göndərməklə, düzdürmü? Zen-də. Əgər mən gəlib buna bir dənə Zen qoyuramsa, düzdürmü Zen? Birinci parse edirəm, response, düzdürmü? Bəli, indi catch nə edir? Catch shortcut-dir də, amma əslində mən bax bunun içərisinə error state-ini göndərə bilirəm. Bəli, avtomatik gedir, catch-ı call edir. Gəlirəm on errorda bir funksiona mənimsədirəm bunu. Məsələn, deyirəm ki, nə bilim, console log error.
Okay. Bunu yazırıq. Excel onload. Bu artıq mənə data gəldi. Data gəldi. Deyirəm ki, məsələn, heç if this 200-ə ehtiyac yoxdur, status koda ehtiyac yoxdur. Bir basır, deyirəm ki, console log. Mənə artıq data gəlibsə, Excel-in response textini birbaşa bura göstərə bilirəm. Yəni ki, hər bir prosesi ayrıca olaraq propertilərə mənimsədirik. Fetch'də nə edirsiniz? Tap yazdı, zen gəldi, data ötürdünüz, qutarda getdi. Burada error state'ini ayrıca bir propertiyə mənimsətməlisiniz. Data gələndən sonra onu ayrıca bir propertiyə mənimsətməlisiniz. Və bu request'in işləmək üçün bir dənə də Excel send'i yazırsınız. Bunu əvvəlki versiyasında. Bu bəli, fetch'in əvvəlki versiyasıdır. Bax bunu elə bir onloadda bura function çağırırdılar. Ondan sonra başlayırdı callbacklər. Callback hell yaranırdı. Və o burada yaranırdı. Bunun içərisində yaranırdı. Və gəlirik dokumentimizə baxırıq. Nə görürük? Artıq bir datamız gəlmiş oldu. Bu API-dan. Bu API-dan götürmüş oldu. Fetch'in müasir Axios-da Fetch'in müasir versiyası. Uşaqlar, bunu çox güman ki, görməyəcəksiniz. Amma işdir. Gedin intervyuya getsəz falan, sorsalar ki, Fetch'in əvvəl nə istifadə olunurdu? Nə istifadə olunur? XML, HTTP request istifadə olunur. Məndə Axios-dan əvvəl nə istifadə olunur? Axios-dan əvvəl? Buyur cavabı. Bu? Arxa fonda dedi ki, Axios necə işləyir? Okey. Axios-un Fetch'dən fərqi nədir? Daha sürətli olması. Düz, sonra başqa nə fərqi var? Başqa daha müasir daha. Bir də JSON-a parse eləmə əməliyyatını avtomatik olaraq eləyir. Okay. Bunu da göstərdim ki, uşaqlar, yəni ya intervyu üçün bir də məlumatınız olsun ki, yəni əvvəllər bu olub, okay? Bunun da arxa fonu promise-dir. Yox, promise deyil. Zen var idi. Yox, promise deyil. Bu promise çıxmamışdı. Bununla request-i göndərirdilər. Bu promise-in sırf çıxmaq məntiqi bu callback hell'in qarşısını almaq olub. Okay? Bu yəni promise-i görmürsən hamısını bir property, obyektin property mənimsədirəm hamısını.